61 nömrəli test nümunəsi. Choose the correct variant. Doğru variantı seçin. Tom's not at work now. Və cümlənin müvafiq davamını tapmaq, cümləni tamamlamaq tələb olunur. Bu test nümunəsini etmək üçün abituriyentlər to, also, either ədatları, so do I və neither do I tipli cümlələr, eləcə də but və and bağlayıcıları ilə bağlı biliklərə sahib olmalıdır. İlk növbədə cümləmizə diqqət yetirək. Cümləmizdə Tom's not at work now altından xətt çəkilmiş hissəyə diqqət yetirək. Gördüyümüz kimi burada Tom is not inkar forması qısa şəkildə verilmişdir və cümlədə not inkarlığı bildirdiyi üçün cümlənin digər hissəsinə məna fərqinə xüsusi diqqət yetirmək lazımdır. Birinci cümləmiz yanlışdır. Çünki but bağlayıcısı qarşılaşdırma bağlayıcısı olduğu üçün o cümlədə əks mənalı fikirləri əlaqələndirir. Tom is not at work now, but I am not. Bu yanlış mənalıdır. Yəni, birinci hissəmiz inkar olduğu halda, ikinci hissəmiz əslində təsdiq olmalıydı. But I am olmalıydı. İkinci cümləmiz doğrudur. Tom is not at work now and I am not either. Mən də həmçinin işdə deyiləm deməkdir. Üçüncü və beşinci cümlələrimiz səhvdir. Çünki biz bilməliyik ki, so do I və neither do I tipli cümlələrdə so ilə başlanan formalar məhz təsdiq cümlələrlə işlənir. Amma yuxarıda verilən cümləmiz inkar olduğu üçün onlar yanlışdır. Ona görə doğru cavabımız həm də 4 olacaqdır. Neither am I. Mən də işdə deyiləm. Doğru cavabımız 2, 4, B bəndidir.